Salam əziz tamaşaçılar. Video daha çox özüm üçündür. Hesabat xarakterlidir. Tapıntıların tapılma ardıcıllığını deyəcəyəm videoda və haradan tapıldığını deyəcəyəm. Birinci tapıntı böyük papaqlı mismardır. Roma dönəmindən istifadə olunan mismar növlərindəndir. Ətraflı axtarıb tapa bilərsiniz. Tapılıb Rəşid bəy Əfəndiyevin ev muzeyindən azacıq yuxarıda. Eyni tarixdə, eyni yerdən biraz üstdə, Rəşid bəy Əfəndiyevin ev muzeyindən biraz yuxarıda fərş daşlarının arasında su gətirib, qoyub, yerləşdirib, üstündə özünə məxsus ornamentlər var, yarpaqlar və çiçəklər motivli. Çox güman ki, qədim saatın dəri qayışı üçün olan gümüşü və yaxud gümüşdən olan əşyadır, hissəcikdir. Çox maraqlı tapıntıdır. Bir neçə gün üstündən keçəndən sonra Gödək Minarə deyilən məsciddən azacıq yuxarıda bu açar tapılıb, bürünc açardır. Keçən əsrin əvvəlləri, ondan öncəki əsrin sonlarında istifadə olunan mücrü açarlarındandır. Çox maraqlı tapıntıdır və dünən bu açardan başqa nəsə varmı deyə baxdığımda Gödək Minarə ərazisindən 100 metr təxminən aşağıda tapılan sonuncu tapıntı. Bu çox maraqlı tapıntıdır. Barədə çox danışmaq istəməzdim. Bu maraqlı olan məsələ həm yaşıdır, həm hazırlanarkən istifadə olunan özünə məxsus üsuldur. Çox güman ki, mis, latun, bürünc materialındandır, sarımtıl burada rəng görünür. Üstündə olan ağ bəzəklər vurulsun deyə bunun üst təbəqəsinə gümüş işlənilib, çox nazik gümüş təbəqə işlənilib və üzərində naxışlar işlənilib. Ən maraqlısı odur ki, kəpənəyin qənədini balıq pulcuqları şəklində işləyiblər. Bu cür işləmələr sizə çox maraqlı gələsidir. Çində olan Min sülaləsi digər sülalələrin dövründə, dönəmində istifadə olunan əşyalara vurulurdu. Əgər yanılmıramsa, həmin dövrlərdə özünə məxsus salfet tutanlar olurdu, salfet sıxqacları olurdu. Yəni belə, bunların hər birini muzeyə təhvil verəcəyəm, təqdim eləyəcəyəm. Onlar mənə təhvil təhsil barədə akt təqdim edirlər, dövlət öz balansına qəbul edir. Sonra Şəkiyə və digər bölgələrə Numizmatika İnstitutundan, Milli Elmlər Akademiyasının aidiyyatı bölmələrindən mütəxəssislər gəlir, ezam olunurlar və bunların hər birini dəyərləndirirlər, qiymətləndirirlər. Tarixi mənbələrdə olan məlumatlarla tutuşdururlar və çox xoşbəxtəm ki, Şəki Azərbaycanın Şəki rayonunu ayrıca götürəndə, Azərbaycan Respublikasının bütöv götürəndə tarixi üçün önəmli tapıntılar Allah önümə çıxardıb. O cümlədən Misfulus və üstündə Orxon Yenisey abidələrində olan Rumlar olan əşya, digər əşyalar da təhvil vermişəm. Hal-hazırda digər tapıntılar da var, onları göstərmirəm, inşallah vaxtı çatanda. Bu qədər. Sağ olun, sağlıqla qalın, işiniz aman olsun, canınız sağlam.